Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 8-ci sinif riyaziyyat dərsliyindən 3-cü bölmənin ilk mövzusunu izah edəcəm. Bölməmiz kvadrat tənliklərdir. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 8-ci sinif riyaziyyat dərsliyinin izahlarının gəlməsini istəyirsinizsə, kanala abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Təbii ki, fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. Onu da nəzərinizə çatdırım ki, şərhlərdə və yaxud izləmələrdə hansı sinifin şagirdləri, izləyiciləri daha çox aktiv olsa, kanalda həmin sinifin video dərslərinə daha çox üstünlük verəcəm və növbəti videolarımda daha çox həmin mövzulara aid dərslər çəkəcəm. İndi isə uşaqlar çox uzatmadan keçək bölməmizə. Bölməmiz dediyim kimi kvadrat tənliklər bölməsidir və 8-ci sinif üçün yeni bir bölmədir. Ona görə diqqətli olursunuz. Başlayaq mövzumuza. Burada kvadrat tənliklər haqqında ümumi məlumat verilib. A fərqlidir 0 olmaqla ax kvadratı üstəgələk bx üstəgələk c bərabərdir 0 şəklində verilən tənliklərə uşaqlar kvadrat tənliklər deyilir. Ümumi formanı yadınızda saxlayırsınız. Ax kvadratı üstəgələk bx üstəgələk c bərabər 0 şəklində verilən tənliklər. Yadınızda saxlayırsınız, mütləq burada a əmsalı, yəni x kvadratının əmsalı 0-dan fərqli olmalıdır. Bəs əgər soruşsaz ki, müəllimə a 0-a bərabər olsa, kvadrat tənlik olarmı? Xeyr, kvadrat tənlik olmaz. A 0 olsa, 0-ı x kvadratına vuranda 0 eləyəcək bu hissə və artıq biz kvadratik həddi itirmiş oluruq. Tənliyimiz olur bx plus c. Əgər a 0-a bərabər olsa, tənlik olur bx üstəgələk c bərabərdir 0. Bu da 1 dərəcəli xətti tənlik olur. Artıq kvadrat tənlik olmur. Buna görə də mütləq a 0-dan fərqli olmalıdır. Kvadrat tənlik olması üçün kvadratik hədd iştirak etməlidir. Bir daha təkrar edirik. Ax kvadrat üstəgələk bx üstəgələk c bərabərdir 0 tənliyinə kvadratik tənliklər deyilir. Burada x kvadratının əmsalını a ilə işarə edirik. X-in əmsalını b ilə işarə edirik. Sərbəst həddi isə c ilə işarə edirik. Niyə sərbəst hədd? Çünki bax bu c-nin yanında x-dən asılı heç nə yoxdur. C x-dən asılı deyil. Yanında x dəyişən iştirak etmir. Uşaqlar, A, B, C əmsallar adlanır. Kvadrat tənliyin əmsalları özləri də ədədlərdir. X isə burada dəyişən və yaxud məchul adlanır. A-ya birinci əmsal deyilir, çünki o x kvadratının əmsalıdır. B-yə ikinci əmsal, C-yə sərbəst hədd deyilir. İndi burada bir nümunə göstərilib. 3x kvadratı çıxaq 7x çıxaq x çıxaq 7 bərabər 0 tənliyində təyin eləyək. X kvadratının əmsalı olacaq A. 3. X-in əmsalı yoxdur. Burada bir qeyd eləyə bilərik. Olacaq B mənfi 1. Sərbəst hədd olacaq mənfi 7 işarə ilə bərabər götürülür. İndi bir dənə də nümunə biz göstərək. Məsələn, burada yazıram. 2x kvadratı çıxaq 5x üstəgələk 3 bərabərdir 0. X kvadratının əmsalına A deyirik. A bərabər olacaq 2-yə. X-in əmsalı işarəsi ilə bərabər B adlanır. B bərabər olacaq mənfi 5-ə. Sərbəst hədd yanında dəyişən olmayan həddir. Bizdə də həmin hədd 3-dür. Onda C də bərabərdir 3-ə. Bax, əmsalları bu şəkildə təyin edirsiniz. Ola bilər ki, hansısa hədd iştirak eləməsin. Bax, məsələn, belə olsun uşaqlar. Yazıram. 3x kvadratı çıxaq 4 bərabərdir 0. Burada x kvadratının əmsalını A deyirik. A bərabərdir 3 olacaq. B həddi yoxdur. Baxın, bax bu kvadrat tənlik olması üçün bu formanı yadımızda saxlayırıq. Ax kvadratı bx plus c bərabər 0. Burada kvadratik hədd var idi. Kvadrat tənlikdir. Amma x həddi yoxdur. X həddi yoxdur. Deməli, onun əmsalı 0 imiş. Yoxdursa, əmsalına 0 götürürük. Sərbəst həddə olur mənfi 4. İndi uşaqlar, burada kvadrat tənliyin
çevrilməsi də izah olunub. Ax kvadratı plus bx plus c bərabərdir 0 tənliyində tənliyin hər bir həddini bax bu a əmsalına bölsək, tənliyimiz çevriləcək çevrilmiş kvadrat tənliyi. Bax burada da bölməyini yoxlayıblar. Ax kvadratını a'ya böləndə eləcə x kvadratı qalır. Bx'i a'ya böldük, c'ni a'ya böldük. Yəni tənliyin hər bir həddini x kvadratının əmsalına böldük. Beləliklə b bölək a'ya p deyirik, c bölək a'ya da q deyirik. Və tənliyimiz olur x kvadrat plus px plus q bərabərdir 0. Bu şəkildə olan tənliklər uşaqlar çevrilmiş kvadrat tənliklər deyilir. İndi misallar həll eləyəndə ona aid kifayət qədər nümunəyə baxmış olacaq. İndi gəlin keçək çalışmalarımıza və çalışmaları izah edərkən yenidən bir-bir bütün nümunələrə baxıb sizlər üçün izah edəcəm. Baxaq birinci çalışmamıza. Kvadrat tənlikləri seçin və hər bir kvadrat tənlik üçün əmsalları yazın. Öncə burada kvadrat tənliyin ümumi şəklini yazıram. A vuraq x kvadratı üstə gələk b vuraq x, üstə gələk c bərabərdir 0 şəklində tənliklərə kvadrat tənliklər deyilir. İndi baxaq A bəndinə. A bəndində 3x kvadratı, üstə gələk 4x, çıxaq 5. Bu bir kvadrat tənlikdir. Əmsallarına baxaq. X kvadratının əmsalına A demişik. A onda 3-ə bərabərdir. X-in əmsalına B demişik. B 4-ə bərabərdir. Sərbə səddə isə C demişik. C ilə göstərmişik. İşarə ilə bərabər götürülür. -5. Bu kvadrat tənlikdir. Qısa yazacağım mən sözü. Kvadrat tənlik. Siz bütöv yaza bilərsiniz. İndi keçək B bəndinə. B bəndində 4-də 3 x kvadratı çıxaq 2x çıxaq 3 bərabərdir 0 şəklində tənlik verilir. İndi uşaqlar burada x kvadratının əmsalı bax bu 4-də 3 bütöv götürülür. X kvadratının qabağında hansı ədəd varsa o onun əmsalı olur. Kəsir ola bilər, onluq kəsir ola bilər, qarışıq ədəd ola bilər, dövri kəsirlər ola bilər, mənfi, müsbət, rasional, irrasional. Yəni burada əmsal olaraq bütün tanıdığınız ədədlər ola bilər. A bərabər oldu 4-də 3-ə x kvadratının əmsalı. X-in əmsalını B ilə işarə eləmişik. B olacaq -2. Sərbə səddidə nə ilə işarə eləmişik? C ilə. C də bərabərdir -3. Bu da kvadrat tənlikdir. Uşaqlar, bu formaya uyan, bax bu formaya uyğun gələn bütün tənliklər kvadrat tənlikdir. Bax bu formada olan. İndi keçək B bəndini yazdıq C bəndinə. C bəndində x çıxaq 4 bərabərdir 5. Uşaqlar, burada x kvadratı olmadığına görə bu sayılacaq xətti tənlik. Yəni bu kvadrat tənlik deyil, xətti tənlikdir. Keçdik D bəndinə. X kvadratı yoxdursa o kvadratik tənlik sayılmır. 6 bölək x kvadratı. Burada x kvadratı var. Amma hardadır? Məxrəcdədir. Məxrəcdə dəyişən varsa bu kvadrat tənlik sayılır. Baxın, mən burada x kvadratını məxrəcdə yazmamışam. Məxrəcdə ədəd ola bilər. Baxın, bu B bəndinə. Məxrəcdə ədəd ola bilər. Amma məxrəcdə dəyişən olmaz. Dəyişənlər vuraq hasil şəklində göstərilib. Yəni, surətdə ola bilərdi. Bax, burada bu məxrəcə görə, x kvadratı məxrəcə düşdüyünə görə, məxrəcdə dəyişən olduğuna görə kvadrat tənlik deyil. Siz bütöv yazarsınız sözləri, kvadrat tənlik deyil. Nəyə görə? Məxrəcdə dəyişən olduğuna görə. Hətta istəyirsiniz, onu xüsusi olaraq vurğulayın. Məxrəcinə düşdüyünə görə x kvadratı bu kvadrat tənlik deyil uşaqlar. Rasional tənlik olacaq. Onda hələ indi keçməmişik. E bəndinə baxaq. 6x kvadratı üstə gələk x bərabərdir 0.
Burada x kvadratın əmsalını a ilə işarə eləmişik. A6-dır. X-in əmsalını b ilə işarə eləmişik. Yoxdursa 1 yaza bilərik özümüzdən. B bərabərdir 1. Amma sərbəst hədd ümumiyyətlə iştirak eləməyib. Deməli, sərbəst hədd 0 imiş. Ümumiyyətlə iştirak eləməyibsə 0 götürürsünüz. Bu da kvadrat tənlikdir. Sonra F variantına baxaq. Mənfi x kvadratı üstə gələk 5 bərabərdir 0. X kvadratının əmsalını bu qarşısına 1 yaza bilərik. A bərabər olacaq mənfi 1. Baxın, burada bx həddi yoxdur. Təkcə x həddi yoxdur. Bax, bu hədd təkcə x yoxdur. Ona görə onun əmsalını 0 götürürük. Yerli dibli yoxdur. Sərbəst hədd isə 5-dir. İşarə ilə bərabər götürdük. Bu birinci çalışmamızın izahı idi. Ümid edirəm ki, kvadrat tənliyi seçməyi bacardınız. Tənliyin kvadrat tənliyi olması üçün ax kvadratı plus bx plus c bərabərdir 0 şəklində olması lazımdır uşaqlar. Təbii ki, orada b həddi olmaya bilər, c həddi olmaya bilər. Natamam kvadrat tənliyi olacaq. Amma mütləq x kvadratı həddi iştirak eləməlidir. İndi isə keçək ikinci çalışmanın izahına. Başlayaq ikinci çalışmanın A bəndindən tənlikləri ax kvadrat plus bx bərabər 0 şəklinə gətirin. Bunun üçün vurub açacaq. Birinci bəndə baxıram. X çıxaq 2 vuraq. X üstə gələk 1 bərabərdir. 2x çıxaq 5-in möhtərizə kvadratı plus 1. Ön uşaqlar vurub açıram. X-i x-ə vuranda bu çoxədlinin çoxədliyə vurulma qaydasıdır. İstəyirsiniz yadınıza salmaq üçün oxlardan istifadə edib göstərək. 7-ci sinifdə keçibsiz. Öncə x-i x-ə vururam. Sonra x-i 1-ə vururam uşaqlar. Dediyim kimi müxtəsər çoxədlinin çoxədliyə vurulma qaydasıdır. X-i x-ə vuranda olacaq x kvadratı. X-i 1-ə vuranda hər ikisi də müsbətdir. 1x. Sonra bundan işimiz qutardısa, indi 2-ni vururuq hər birinə. Hər birinə. 2-ni, mənfi 2-ni x-ə vuranda mənfi 2x. Mənfi 2-ni müsbət 1-ə vuranda mənfi 2. Bu hissəni yekunlaşdırdıq. Hər birini vurduq. İndi keçək yenə bu ifadə müxtəsər vurma düsturudur. Onu izah edək uşaqlar. Bu zaman bu 2x-ə bütöv baxacaqsınız. Bir hədd kimi baxacaqsınız. Hesablayıram. Sadəcə müxtəsər vurma düsturunda fərqin kvadratın açdığımız düsturu burada da tətbiq edirik. Birinci həddin kvadratı 4x kvadratı. Sonra birinci həddin ikinci həddə hasili mənfi 10x eləyir. 2 misli də mənfi 20x eləyəcək. Üstə gələk ikinci həddin kvadratı. 5-in kvadratı 25. Bir də kənarda plus 1 var. Bunu da yazırıq. Bu hissəni sadələşdirək. X kvadratı 1x-dən 2x-in çıxanda mənfi 1x eləyəcək. Çıxaq 2 bərabərdir 4x kvadratı. Çıxaq 20x. Üstə gələk 26. İndi kvadrat tənliyi olması üçün hamısını keçirdirəm sol tərəfə və yaxud soldakıları sağ tərəfə də keçirdə bilərsiniz. Uşaqlar, elə də bir fərqi yoxdur əslində. X kvadratı çıxaq 1x, çıxaq 2, sola keçirdirəm. Çıxaq 4x kvadratı, üstə gələk 20x, çıxaq 26 bərabərdir 0. Keçəndə işarələr dəyişir. Yaxşı, indi həll eləyək uşaqlar. 1x kvadratından 4x kvadratını çıxanda mənfi 3x kvadratı alındı. Sonra 20x-dən 1x-ini çıxanda 19x alındı. Mənfi 2, mənfi 26. Hər ikisi mənfidir. Toplayıb qabağa mənfi yazırıq. Kvadrat tənlikdə uşaqlar, əgər x kvadratının əmsalı mənfi alınıbsa, hər bir həddi mənfiyə vuraraq siz o qabaqdakı mənfini yox eləyə bilərsiniz. İndi hər tərəfi mənfiyə vursaq 3x kvadratı, çıxaq 19x, üstə gələk 28 bərabərdir 0 alınır.
hər tərəfi, hər bir həddi -1-ə vur. Qarşıda əgər x kvadratının qarşısında mənfi aldısa, bu mənfini buradan yox eləmək istəyirsinizsə, tənliyin hər bir həddini -1-ə vuraraq və yaxud bölərək tənlikdə x kvadratının əmsalını müsbətə çevirə bilərsiniz. Bu A bəndi. İndi B bəndin birinci. İndi ikinciyə baxaq. -2 vuraq. X plus 5 vuraq. X çıxaq 8 bərabərdir 0. İndi uşaqlar, vuruq hasil verilib. İstəsəniz bu ikini mötərizələrin içinə vurub aça bilərsiniz və yaxud hər tərəfi -2-yə bölə bilərik. Mən tutaq ki, dəyişənləri tapmaq üçün hər tərəfi -2-yə böləcəm. Bu mötərizələrin cavabını tapmaq üçün vuruq hasil idi. Hasili naməlum vuruğa bölürəm. 0-ı bölürəm -2-yə. Eləyə bilərəm də bunu vuruq hasildir. İndi uşaqlar vurub açıram. X-i x-ə vuranda x kvadratı, x-i -8-ə vuranda -8x, 5-i x-ə vuranda müsbət 5x, 5-i -8-ə vuranda -40 bərabərdir. 0-ı da nəyəsə böləndə cavab 0 eləyəcək. Sadələşdiririk. X kvadratı 5-dən 8-in çıxanda -3x çıxaq 40 bərabərdir 0. İndi isə keçək digər variantlara. Üçüncü bəndimizdən davam edək həll eləməyə. X üstə gələk 3-ün mötərizə kvadratı. Üstə gələk 3 vuraq. 2x üstə gələk 1-i yenə mötərizə kvadratı çıxaq 54 bərabərdir 0. Öncə kvadrata yüksəldirəm. X kvadratı. X 3-ə vuranda 3x, 2 misilə də vuranda 6x. Üstə gələk 3-ün kvadratı. Bunu açanda necə açırdıq? Birinci həddin kvadratı. Birinci həddi ikinci həddə vurub bir də qayıdıb 2-yə vururduq. Və sonra da ikinci həddi kvadrata yüksəldirdik. Bu da həll olurdu. Keçən il riyaziyyat videolarımda bunu qəşəng izah etmişəm. İstəsiniz oradan baxa bilərsiniz. 7-ci sinif müxtəsər vurmaya. Üstə gələk. Öncə bu 3-ü hələ saxlayıram uşaqlar. Qüvvətə yüksəltmə əməlini yerinə yetirib sonra vura bilərik. Öncə qüvvətə yüksəltmə əməli. 2x-in kvadratı eləyəcək 4x kvadratı. 2x-i 1-ə vuranda 2x, 2 misilini tapmaq üçün bir də 2-yə vururuq 4x. Birinci həddi ikinci həddə vurursunuz. Sonra qayıdıb 2 misilini tapırsınız. Yəni 2 hasilini. Üstə gələk ikinci həddin kvadratı. 1-in kvadratı 1 elədir. Çıxaq 54 bərabərdir 0-a. Həll edirik. X kvadratı üstə gələk 6x plus 9. Üstə gələk indi 3-ü vurub açıram. 3-ü 4x kvadratına vuranda 12x kvadratı. 3-ü 4x-ə vuranda 12x. 3-ü 1-ə vuranda 3. Üstə gələk 54 bərabərdir 0-a. Həll edirik. X kvadratı 12x kvadratı toplayanda 13x kvadratı verdi. 13x kvadratı. 6x-lə də 12x-i toplayanda 18x verəcək bizə. Sonra 9-la 59-la 3-ü toplayanda 12, üstünə də 54 gələndə 66 bərabərdir 0. Bu üçüncü bəndin izahı idi. İndi isə dördüncü bəndə baxaq. Dördüncü bənddə yenə 2x çıxaq 1-in kvadratı bərabərdir. X çıxaq 1 vuraq x üstə gələk 7 verilib. Öncə müxtəsər vurma düsturundan 2x-in kvadratı 4x kvadratı. 2x-i -1-ə vuranda -2x, 2 misilində tapanda -4x. Üstə gələk 1-in kvadratı 1 bərabər keçdik. X-ə vurduq x kvadratı. X-i 7-yə vurduq 7x.
1-i x-ə vurduq, mənfi 1x. Mənfi 1-i 7-yə vurduq, mənfi 7. Sadələşdiririk. Hamısını keçirdək bu birisi tərəfə. Yəni sol tərəfə. Üstə gələk 1. Çıxaq x kvadratı. Çıxaq 7x. Üstə gələk 1x. Üstə gələk 7. Bərabərdir 0. 4x kvadratından 1x kvadratını çıxanda qaldı 3x kvadratı. Mənfi 4x, mənfi 7x, mənfi 11x eləyəcək. Üstünə də 1x gələndə mənfi 10x. 1 ilə 7-ni də toplayanda eləyəcək 8. Bərabərdir 0. 4-cü bəndi də yazdıq uşaqlar. İndi 5-ci bəndə baxıram. Əgər bu vurub açmaları və yaxud kvadrata yüksəltmələri başa düşmürsünüz uşaqlar. 7-ci sinif video dərslərimdən müxtəsər vurma düsturlarını, çoxəlli vurulma qaydasını izləyə bilərsiniz o bölməni. Məsləhət görürəm. Sonra daha yaxşı dərk edə bilərsiniz bu hissəni. X çıxaq 1-in kvadratı. Üstə gələk 9 bərabərdir 0. Bu şəkildə bir tənlik verilir. Öncə qüvvətə yüksəldirəm, sonra 4-ə vuracam. Hələlik 4-ü gözlədirəm. X-in kvadratı çıxaq 2x, üstə gələk 1. Birinci həddin kvadratı, 2 misil, ikinci həddin kvadratı. Plus 9 bərabərdir 0. İndi vurub aça bilərik. 4x kvadratına vuranda 4x kvadratı. 4-ü 2x-ə vuranda 8x. 4-ü 1-ə vuranda 4 eləyəcək. Üstünə də 9 gələndə ilə birləşdirib 13 yazıram. Bərabərdir 0. Çox uzatmadım. Bu 5 idi. İndi 6-ya baxaq. 3x çıxaq 2 kvadratı çıxaq 15 vuraq x çıxaq 2-nin mötərizə kvadratı üstə gələk 12 bərabərdir 0-a. İndi həll eləyək. 3x-in kvadratı eləyəcək 9x kvadratı. 3x-i 2-yə vuranda 6x, 2 misli 12x. 2-nin kvadratı 4. Çıxaq. 15-i hələ ki saxlayıram uşaqlar. Öncə qüvvətə yüksəldəcəm. X-in kvadratı. X-i 2-yə vuranda 2x, 2 misli də 4x. 2-nin kvadratı 4. Plus 12 bərabərdir 0. Bundan sonra vurub açacağım. 9x kvadratı çıxaq 12x. Üstə gələk 4. Çıxaq 15x kvadratı. Mənfi 15-i mənfi 4-ə vuranda müsbət 60x. Mənfi 15-i müsbət 4-ə vuranda mənfi 60. Üstə gələk 12 bərabərdir 0. İndi qruplaşdıraq. 9x kvadratından 15x kvadratını çıxanda mənfi 6x kvadratı. Sonra nə var burada? 60x-dən 12x-ini çıxanda 48x. 48x. Sonra 12 var, 4 var. 16 eləyəcək və burada da mənfi 60 var. 60-dan da 16-sını çıxanda mənfi 44 bərabərdir 0-a. İndi uşaqlar, diqqət edirsinizsə, bu tənlikdə bütün hədlər mənfi 2-yə bölünər. Mənfi 2-yə bölsəm, olacaq 3x kvadratı. Mənfi 2-yə bölsəm, mənfi 24x. Mənfi 2-yə də bölsəm, müsbət 22 bərabərdir 0. Əgər sadələşdirdiniz, sonra gördünüz ki, bütün hədlər nəyəsə bölünür, onda bölün, ixtisar eləyin. Son cavabınızı bu formada qeyd edin. Beləliklə, ikinci çalışmanın bütün bəndlərini sizlər üçün izah etdim. İndi isə keçirəm 3-cü çalışmamıza. 3-cü sualımıza baxaq. Verilmiş kvadrat tənliyi onunla eyni güclü olan çevrilmiş tənliyə gətirin. Eyni güclü, yəni həlləri bərabər olan deməkdir uşaqlar. A bəndinə baxaq, bir-bir çevirək. 3x kvadratı üstə gələk 6x çıxaq 12 bərabərdir 0. Normal bir kvadrat tənliyi necə çevirə bilirdik?
x kvadratının əmsalına bölərək. Yəni, bu tənliyin hər bir həddini nəyə böləcəyik? 3-ə böləcəyik. Gəlin, bölək yazaq. 3x kvadratı bölək 3. Üstə gələk 6x bölək 3. Çıxaq 12 bölək 3 bərabərdir 0 bölək 3. Bütün hədlərini x kvadratının əmsalına bölsək, çevrilmiş kvadrat tənlik alınır. 3x kvadratını 3-ə böləndə eləcə x kvadratı qalır. Üstə gələk 6x 3-ə böləndə 2x qalır. 12-ni 3-ə böləndə 4 qalır, bərabərdir 0. Çevrilmiş kvadrat tənliyi aldıq. İndi B bəndinə baxaq. B bəndində 2x kvadratı çıxaq 10x. Üstə gələk 12 bərabərdir 0. Burada nəyə böləcəyik? X kvadratının əmsalı 2-dir. Deməli, tənliyin hər bir həddini 2-yə bölməliyik. Başlayaq bölək. 2x kvadratı bölək 2. Çıxaq 10x bölək 2. Üstə gələk 12 bölək 2 bərabərdir 0 bölək 2. Bütün hədlərini, tənliyin hər bir həddini x kvadratının əmsalına bölürəm. 2x kvadratını 2-yə böləndə eləcə x kvadratı qaldı. 10x 2-yə böləndə 5x qaldı. 12-ni 2-yə böləndə 6 bərabərdir 0-ı 2-yə böləndə 0. Çevrilmiş kvadrat tənliyi alındı. C bəndinə baxaq. 5x kvadratı çıxaq 4x çıxaq 1 bərabərdir 0. Burada x kvadratının əmsalı uşaqlar 5-dir. Deməli, tənliyin hər bir həddini nəyə bölməliyik? 5-ə bölməliyik. Başlayaq bölməyə. 5x kvadratı bölək 5. Çıxaq 4x bölək 5. Çıxaq 1 bölək 5 bərabərdir 0 bölək 5. 5-i 5-ə böləndə eləcə burada x kvadratı qaldı. Bu bölünmürsə elə kəsir formasında da saxlaya bilərəm. Bunu 5-də 4x də yaza bilərəm və yaxud 5x də yaza bilərəm. Eyni məna verir. Çıxaq 5-də 1 bərabərdir 0-da 5-ə böləndə 0. Bölünmürsə kəsir formasında saxlayırsınız. Mənfi x kvadratı çıxaq, daha doğrusu üstə gələk 6x, üstə gələk 3 bərabərdir 0. Burada x kvadratının əmsalını qeyd eləyək. Nədir? Mənfidir. Yəni, biz hər tərəfi bu mənfiyə bölməliyik. Hətta mənfi 1-ə bölməliyik, belə deyim. Yoxdursa 1 də yaza bilərik, onlar mənfi 1. Hər tərəfi mənfi 1-ə bölsəm, mənfi x kvadratını bölürəm mənfi 1-ə. Vura da bilərik bu arada. Çünki burada mənfiyə vursaq da bölsək də müsbətə çevrilir. Başqa ədəd deyildi də, mənfi idi. Mən də onu mənfi 1 ilə göstərdim. Üstə gələk 6x bölək mənfi 1. Üstə gələk 3 bölək mənfi 1 bərabərdir 0 bölək mənfi 1. Mənfini mənfiyə böləndə müsbət x kvadratı. Çıxaq 6x mənfiyə böləndə işarə dəyişir. Çıxaq 3 bərabərdir 0. Bu da 3-cü çalışmamızın izahı idi. İndi keçək 4-ə. Uzunluğu isə deməli olacaq x plus 3. X plus 3. İndi onu da düzbucaqlının sahəsini tapanda nə edərik? N uzunluğa vurarıq. X çıxaq 1 n idi. Vuraq. X üstə gələk 3 uzunluğudur. Sahə də nəyə bərabərdir? 21 kvadrat vahidə. Bərabərdir 21-ə. Bir daha təkrar edirəm. Düzbucaqlının sahəsini taparkən n uzunluğuna vururuq. N-i x çıxaq 1-dir. Uzunluğu isə x üstə gələk 3-dür. Vurub açıram. X-ə vurdum x kvadratı. X3-ə vurdum 3x. 1-i x-ə vurdum mənfi 1x. 1-i mənfi 1-i 3-ə vurdum mənfi 3. Bu 21-i də keçirdirəm sol tərəfə bərabərdir 0. Hesablayıram. X kvadratı üstə gələk 2x. 3x-dən 1x-in çıxanda 2x.
Burada mənfi 3 ilə mənfi 21 hər ikisi mənfidir. Toplayıb qabağa mənfi yazıram. Bərabərdir 0. Bu da kvadratı x-i hesablamaq üçün olan kvadrat tənlik. Düzbucaqlının tərəfini hesablamaq üçün buradan x-i tapıb, gətirib burada yerinə qoysaq, düzbucaqlının tərəfi alınar. İndi isə gəldik dərsimizin digər hissəsinə, natamam kvadrat tənliklərə. Uşaqlar, natamam kvadrat tənliyin burada 3 dənə xüsusi halı qeyd olunub. Ax kvadratı plus bx plus c bərabərdir 0 şəklində kvadrat tənlikdə b və c əmsallarının heç olmasa biri və yaxud ikisi də eyni anda 0 ola bilər və bu halda bizim tənliyimiz natamam kvadrat tənlik adlanacaq. Burada a heç vaxt 0 ola bilməz. 0 olsa bayaq dərs başlayanda izah elədim ki, kvadratik həddi biz itirərik və tənliyimiz xətti tənliyə çevrilər. Artıq kvadrat tənlik olmaz. Amma b də, c də 0 ola bilir. İndi başlayaq. Əgər uşaqlar tutaq ki, həm b, həm də c 0-dır. Tutaq ki, həm b 0-dır, həm də c 0-dır. Qeyd edirəm burada. Və hətta burada qeyd ediblər. Həm b 0-dır, həm də c 0-dır. Onda nə olacaq? Burada 0-a çevriləcək, burada 0-a çevriləcək. Tənliyimiz olacaq ax kvadratı bərabərdir 0. Bu tənlikdə həm b 0-dır, həm də c 0-dır. Bunu ait nümunədə göstəriblər. 3x kvadratı bərabərdir 0. X kvadratını tapmaq üçün 0-ı 3-ə böldüm, 0 elədi. 0 da nəyin kvadratıdır? Ancaq sıfırların. Tutaq ki, indi uşaqlar bir dəfə də c 0-a bərabər olsun. C 0-a bərabər olduqda tənlik olacaq ax kvadratı plus bx bərabərdir 0. Bax, bu ikinci hal. İkinci halda da görürəm ki, tənlikdə hər iki hədd x-ə bölünür. Ortaq vuruq kimi x-i mötərizə xaricinə çıxardıb həll edirik. Burada nümunə göstərilib. X-i mötərizə xaricinə çıxartdıqda qalır 2x çıxaq 5. Sonra da hadisi 0-a bərabərdirsə, vuruqlardan hər birini 0-a bərabər edib həll edirik. Gəldik üçüncü xüsusi halımıza. Bax, bu 3-də isə ax kvadratı var, c var. Deməli, b 0-a bərabərdir. Bu halda da c-ni keçirdəcəyik sağ tərəfə və hər tərəfi a-ya bölməklə həll edirik. İndi uşaqlar, bunu şifahi deməkdənsə, gəlin çalışmaları izah edərək mən hər birinə xüsusi nümunələr sizə göstərim və o şəkildə daha yaxşı başa düşün. Başlayaq. 5-ci çalışmada 1-ci bənddən. 1-ci bənddə uşaqlar 2x kvadratı bərabərdir 0-dır. Burada baxın, təkcə x olan hədd yoxdur. Ax kvadratı var. Bx yoxdur, c də yoxdur. Deməli, burada b 0-a bərabərdir və c 0-a bərabərdir. İndi həll eləyək. Bunu həll eləmək üçün təkcə x kvadratından ibarət bir hədddir. B və c yoxdur. Onda hər tərəfi 2-yə böləcəm. Niyə 2-yə böləm? Çünki vuruq hasildir. X kvadratını tapmaq üçün 0-ı böldüm 2-yə. Öncə bunu eləyirik. X kvadratı bərabərdir 0. 0 nəyin kvadratı olar? 0-ın kvadratı olar. Tənliyin 2 dənə kökü var və ikisi də 0-a bərabərdir. Niyə 2 kökü var? Çünki dərəcə 2-dir. İkinci misala baxaq. X kvadratı çıxaq 16 bərabərdir 0. Ax kvadratı var, c də var. Bx yoxdur. Yəni b 0-dır. Düzdür, bunlar soruşmur bizdən. Sadəcə mən elə belə qeyd edirəm. B bərabərdir 0, c bərabərdir 0. Siz yazmasanız da olar. Bu tip kvadrat tənliyi həll edərkən x kvadratı var, bir də sərbəst hədd var. Sərbəst həddi keçirəcəm sağa. X kvadratı bərabər də olacaq 16. 16 nəyin kvadratıdır? 4-ün, bir də mənfi 4-ün kvadratıdır. Yenə tənliyin 2 kökü var. Üçüncü bəndə baxaq. Mənfi 2x kvadratı. Mənfi 2x kvadratı. Bu 2-dir. Bərabərdir mənfi 50. Hər tərəfi bu mənfi 2-yə bölürəm. X kvadratını tapmaq üçün mənfi 50-ni bölürəm mənfi 2-yə. Mənfini mənfiyə böləndə müsbət eləyir 25.
25 də nəyin kvadratıdır? 5-in, bir də -5-i. Bu x-lərin aşağısında yazdığım x1, x2 sadəcə sıra nömrəsini göstərir. Birinci həlli, ikinci həlli. Yaxşı, dördüncü bəndə baxaq uşaqlar. Burada nə sıfıra bərabər idi? Ax kvadrat da var, c də var. B sıfıra bərabərdir, bx yoxdur. 8x kvadratı bərabərdir 2x kvadratına. Öncə bu 2x kvadratını sol tərəfə keçirdirəm. 8x kvadratı çıxaq 2x kvadratı bərabərdir 0 olur. Çıxanda 6x kvadratı bərabərdir 0 alınır və baxın elə birinci bənddəki nümunəyə uyğundur. Həll eləmək üçün hər tərəfi 6-ya bölürəm. 0 bölək 6. X kvadratı bərabərdir 0-a. Bu tənliyin də köklərinin hər ikisi 0 olur. Dördüncü bəndi də izah elədik. Beşinci bəndə baxaq. X kvadratı çıxaq 3 bərabərdir 0. Yenə burada B həddi yoxdur. 3-ü keçirirəm əks tərəfə, müsbət 3 olur. Nəyin kvadratı 3-ə bərabərdir? Tapmaq üçün uşaqlar kökə salmaq lazımdır. Müsbət kökdə 3, bir də mənfi kökdə 3. Mənfi kökdə 3-ü də kvadrata yüksəldəndə 3 alınır. 6-cı bəndə baxaq. 2x kvadratı üstə gələk x bərabərdir 0. Hər ikisində x ortaq vuruq olduğunu görürəm. Deməli, onu mötərizə xaricinə çıxartmalıyım. 2x kvadratını x-ə böləndə eləcə 2x qaldı. X-ə böləndə 1 qalacaq. Bərabərdir 0. Nə isə ortaq vuruq kimi mötərizə xaricinə çıxardırsınızsa, hədlərin hər birini həmin həddə bölüb yerdə qalanı mötərizənin içinə yazmalısınız. İndi vuruq hasildir. Naməlum vuruğu taparkən hasillərin hər birini sıfıra bərabər götürüb həll eləyirəm. 2x üstə gələk 1 bərabərdir 0. 2x bərabərdir -1-ə. Həll eləmək üçün -1-i də bölürəm 2-yə. Tənliyin 2 dənə kökü oldu. Biri 0-dır, biri isə -2-də 1-dir. İndi uşaqlar, keçək 7 və 8-in izahına. Ümid edirəm ki, bura qədər olan hissəni başa düşdünüz. 7-ci bənd. 2x kvadratı üstə gələk 8 bərabərdir 0-dır. Öncə 8-i keçirirəm əks tərəfə. 2x kvadratı bərabərdir -8 olur. Hər tərəfi 2-yə bölürəm. X kvadratı bərabər olacaq -4. Bu tənliyin həlli yoxdur. Niyə həlli yoxdur? Çünki hələ ki biz kvadratı -4-ə bərabər olan ədəd tanımırıq. Bunun kompleks ədədləri keçəndən sonra həllini deyə biləcəyik, amma hələ ki həqiqi ədədlər meydanında, həqiqi ədədlərin içərisində bu tənliyin həlli yoxdur. Həqiqi kökü yoxdur. Kökü yoxdur. Bax, diqqət eləyin, sadəcə həqiqi kökü yoxdur. Yəni, biz hələ tanımırıq onun cavabını, tapa bilmirik. Biz indi həqiqi ədədləri keçmişik. Həqiqi ədədlərin içərisində də kvadratı -4-ə bərabər olan ədəd yoxdur. Hələ ki, bu tənliyin həlli olmur. 11-ci sinifdə kompleks ədədləri keçəndə deyəcək ki, bu tənliyin həlli var. 8-ə baxaq. 8-ci bənd. 3x bərabərdir 2x kvadratı. 3x çıxaq 2x kvadratı bərabərdir 0. Hər biri x-ə bölünür. X ortaq vuruq kimi mötərizə xaricinə çıxartsam 3 çıxaq 2x qalacaq. Bərabərdir 0. Hasil 0-a bərabərdirsə vuruqlardan hər birini 0-a bərabər eləyirəm. -2x bərabərdir. 3-ü əks tərəfə keçirəndə -3. Hər tərəfi də -2-yə böləndə olacaq 1/5. -3 bölək -2. X bərabərdir 1/5. Beləliklə 5-ci çalışmanın da bütün bəndlərini sizlər üçün izah etdim. İndi isə keçək digər çalışmamıza. Baxaq
7-ci çalışmamıza K-nın elə qiymətlərini göstərin ki, verilmiş tənlik natamam kvadrat tənliyə çevrilsin. Natamam kvadrat tənliyə çevrilsin. Üzr sayın uşaqlar, mən 6-nı izah eləmədən birbaşa 7-yə keçdim. İndi 6-ya geri qaydaq, sonra 7-yə baxarıq. 6-cı sualımızda A variantından başlayaq. A variantı. 4x kvadratı bərabərdir 8. Bu tənliyi həll eləmək üçün vuruq-vuruq hasil qaydasından istifadə edirəm. X kvadratını tapanda 8-i böləcəm 4-ə. X kvadratı bərabər olur 2-yə. Nəyin kvadratı 2-yə bərabər olar? Tapmaq üçün kökə salıram. Olur müsbət kökdə 2, bir də mənfi kökdə 2. Bunları kvadrata yüksəldəndə 2 verəcək. B bəndinə baxaq. X kvadratı bölək 25 çıxaq 4 bərabərdir 9-a. Öncə bu 4-ü keçirəcəm. Daha doğrusu 9 deyil, bu 5-dir. Birbaşa fikirləşib cavabını qeyd edirəm. Ona görə bəzən elə səhvlər ola bilər mexaniki. X kvadratı bölək 25 bərabərdir. 4-ü keçirib 5 ilə toplayıram. X kvadratı bölək 25 bərabərdir 9 alınır. O 9-un da məxrəcinə 1 atıb çarpaz vura bilərəm. 1x kvadratına vuranda x kvadrat elədi. Bərabərdir 25 vuraq 9. X kvadratı da bərabərdir 225. 225 də nəyin kvadratıdır? 15-in, bir də mənfi 15-in. X1 bərabərdir müsbət 15. X2 də bərabərdir mənfi 15. Bunu plus minus 15 kimi də göstərmək olardı. B bəndini yazdıq. İndi keçək C bəndini. 7x kvadratı çıxaq 10 bərabərdir 18-ə. Öncə bu 18-i keçirəcəm 18-in yanına. 7x kvadratı bərabər olacaq 18 plus 10 işarə dəyişir. 7x kvadratı bərabərdir 28-ə. Bu tənliyi həll etmək üçün də 28-i 7-yə bölməliyəm. X kvadratını tapanda. 28 bölək 7. X kvadratı bərabərdir 4-ə. 4 də nəyin kvadratıdır? 2-nin, bir də mənfi 2-nin. 2 və mənfi 2. Bu C bəndi idi. D bəndinə baxaq. 6x kvadratı üstə gələk 3x bərabərdir 3x kvadratı çıxaq x. Sağdakı hədləri keçirdirəm sol tərəfə. 6x kvadratı üstə gələk 3x qalır. Çünki onlar onsuz da solda idi. Keçirdirəm 3x kvadratını. Olacaq mənfi 3x kvadratı. Mənfi x olacaq müsbət x. Sağdakı hədləri sola gətirdim işarələrini dəyişərək. 6x kvadratından 3x kvadratını çıxanda qalacaq 3x kvadratı. 3x-in üstünə 1x gələndə 4x bərabərdir 0. Baxıram ki, hər biri x-ə bölünür. X-i ortaq vuruq kimi mötərizə xaricdən çıxarsam. 3x kvadratını x-ə böləndə 3x, 4x x-ə böləndə 4 bərabərdir 0-a. Hasil 0-a bərabərdirsə, vuruqlardan hər biri 0-a bərabər götürülür və həll edilir. Bu tənliyi həll edərkən də 4-ü keçirəcəm digər tərəfə. 3x bərabər olacaq mənfi 4. Həll eləmək üçün 3-ə bölməliyəm. X də bərabərdir mənfi 4 bölək 3. İstəsəz bunu qarışıq ədədə də çevirə bilərsiniz. 4-ün içində 3 bir dəfə yerləşir. Qalıq da 1 qalır. Bu da ikinci tənliyin ikinci kökü. D bəndini izah elədik. İndi keçək E və F bəndinə baxaq. E bəndi 2x kvadratı çıxaq 18 bərabərdir 3x kvadratı üstə gələk 7. Keçirdirəm sol tərəfə. 2x kvadrat çıxaq 18 qalır. Sağdakıları keçirdirəm. Mənfi 3x kvadratı olur. Çıxaq 7. Bərabər burada heç nə qalmadı 0.
2x kvadratından 3x kvadratını çıxanda mənfi x kvadratı qaldı, yəni mənfi 1x kvadratı. Mənfi 18, mənfi 7, hər ikisi mənfidir. Toplayıb qabağa mənfi yazırıq, bərabərdir 0-a. İndi uşaqlar, bu mənfi x kvadratını burada saxlayıram. 25-i keçirirəm əks tərəfə, olur müsbət 25. Hər tərəfi mənfi 1-ə böləndə x kvadratı bərabər olacaq mənfi 25-ə. Bunun da həqiqi kökü yoxdur. Həqiqi kökü yoxdur. Hələ ki biz bunun cavabını tapa bilmirik. Kvadratı mənfi 25-ə bərabər olan ədəd tanımırıq. F variantına baxaq. X kvadratı bərabərdir 2x kvadratı. Üstə gələk 2x. Sağdakıları keçirəcəm sola. X kvadratı çıxaq 2x kvadratı çıxaq 2x bərabərdir 0-a. X kvadratından 2x kvadratını çıxanda bunun əmsalını 1 yaza bilərik. Olacaq mənfi 1x kvadratı çıxaq 2x bərabərdir 0. Baxıram ki, hər biri mənfi x-ə bölünür. Mənfi x-i mötərizə xaricinə çıxartsaq. X üstə gələk 2 bərabərdir 0 alınacaq. Mənfi x-ə böləndə. Hasil 0-a bərabərdirsə, vuruqlardan hər birini 0-a bərabər eləyirəm. Mənfi x 0-a bərabərdirsə, hər tərəfi mənfi 1-ə böləndə x olacaq eləcə 0. Bu birinci kökü. İkinci kökünü də tapanda 2-ni əks tərəfə keçirdirik, olur mənfi 2. Bu da 6-cı çalışmamızın həlli idi. İndi keçək 7-ci çalışmamıza. 7-ci çalışmamızda sual belədir. K-nın elə qiymətini göstərin ki, verilmiş tənlik natamam kvadrat tənliyə çevrilsin. K-nın bu qiymətləri üçün uyğun tənliyi yazın və həll edin. İndi uşaqlar, bizdə nə tələb olunur? K-nın yerinə elə qiymətlər qoyaq ki, tənliyimiz natamam kvadrat tənlik olsun. A bəndindən başlayaq. Ümumiyyətlə, natamam kvadrat tənliklər demişdik ki, bu ax kvadratı plus bx plus c bərabərdir 0-da b-nin əmsalı 0-a bərabər olar. Bir də c-nin əmsalı 0-a bərabər ola bilər. Ya da hər ikisi eyni anda 0-a bərabər ola bilər. 2x kvadratı üstə gələk k çıxaq 2x çıxaq k plus 6 bərabərdir 0. Tutaq ki, birinci x-in əmsalı b 0-a bərabər olsun. B bərabərdir 0 olsa. B nə idi? Bax, bu x-in əmsalı idi. Yəni, k çıxaq 2 bərabərdir 0. K olacaq 2-yə. Bir dəfə tutaq ki, bu birinci hal. Birinci halda b-ni 0-a bərabər elədik, x-in əmsalını. İkinci halda tutaq ki, sərbəsəddir, c-ni 0-a bərabər eləyirik. Olsa. K plus sərbəsində k plus 6-dır. Daha doğrusu qabağında mənfi də var. Mənfi k plus 6 bərabərdir 0. Bu da elə k plus 6 bərabərdir 0-a bərabərdir. Çünki 0-ı mənfiyə böləndə 0 eləyir. K bərabər olur mənfi 6-ya. K-nın 2 dənə qiymətlərini yazdıq. K-nın bu qiymətləri üçün uyğun tənliyi yazın və həll edin. İndi birinci variantı hala uyğun K-nın yerinə 2 qoyuram. K-nın yerinə 2 qoysam, bura 0 eləyəcək. Olacaq 2x kvadratı da artıq bura 0-dır. 0 x-ə vuranda 0 eləyəcək. Üstə gələk 2 çıxaq 2 x çıxaq. K-nın yerinə 2 qoysaq 2 plus 6 bərabərdir 0. Həll eləsək 2x kvadratı bura 0 elədi. Bu çıxaq 8 bərabərdir 0. Olacaq 2x kvadratı bərabərdir 4, 8. Hər tərəfi də 2-yə böləndə x kvadratı bərabərdir 4. X bərabər olar plus minus 2-yə. Yəni, müsbət 2-nin kvadratı, mənfi 2-nin kvadratı 4 eləyir. 2 dənə kökü var. Tənliyin 2 kökü var. x1, x2.
Bəzən kökləri bax belə qısa şəkildə də yazmaq olur plus minusla. Yaxşı, ikinci hala uyğun tənlik yazaq. Bu birinci halın cavabı və uyğun tənliyi idi. İkinci halda k-nın yerinə mən mənfi 6 qoyacağam. 2x kvadratı üstəgələk mənfi 6 çıxaq 2x çıxaq mənfi 6 üstəgələk 6 bərabərdir 0. Olur 2x kvadratı mənfi 8x burada 0 eləyir. Bərabərdir 0-a. Hər tərəfi 2x-ə bölsəm, x çıxaq 4 qalacaq. Bərabərdir 0. 2x bərabərdir 0-dırsa, x elə 0-dır. 0 2-yə böləndə 0 eləyir. Və ya hasil 0-a bərabərdirsə, vurğuların hər birini ayıraq da 0-a bərabər eləyirəm. Burada da x bərabərdir olur 4. Əks tərəfə keçirsək. Tənliyin 2 dənə kökü alındı. Birinci hala uyğun həllini burada qeyd elədik. İkinci hala uyğun həllini də burada qeyd elədik. İndi uşaqlar 3-cü halda var bunun. 3-cü halda hər ikisi 0-a bərabər olsa, hər ikisi 0-a bərabər ola bilərmi? Bir dəqiqə ona baxım. Bu 0-a bərabər olsa bu 2-dir. Xeyr, hər ikisi eyni anda 0-a bərabər ola bilmir. K-nın elə bir qiyməti yoxdur. Davam eləyək, digər variantlara keçək. B variantına baxaq. B variantında 2x kvadratı çıxaq k plus 1x çıxaq 15 üstəgələk k bərabərdir 0. Uşaqlar, bu tənlikdə, bax bu tənlikdə x-in qabağında gördüyünüz əmsal b-dir. Yerdə qalan sərbəst hədd sayılır. X kvadratının əmsalı a-dır. X-in qabağında nə varsa o b-dir. İşarə ilə bərabər hətta. İşarə ilə bərabər. Yerdə qalan nə varsa o c-dir. Bax, işarə eləyim altının a-dır. Bu b-dir. Bu da ümumi hamısı c-dir. İndi baxaq. Bir dəfə birinci hal. Tutaq ki, b bərabərdir 0 olsun. B-nin 0 olmağı mənfi k plus 1-in 0-a bərabər olmağı deməkdir. Bunu da vurub açsaq, mənfi k çıxaq 1 bərabərdir 0, mənfi k bərabərdir 1-i keçdik bu tərəfə müsbət 1, k da bərabərdir hər tərəfi mənfiyə bölsək mənfi 1. İndi buna uyğun tənlik quraq. 2x kvadratı çıxaq mənfi 1 üstəgələk 1x çıxaq 15 çıxaq 1 bərabərdir 0. 2x kvadratı bu isə 0-a bərabər olacaq. 0 x-ə vuranda 0 eləyir. Ona görə onu yazmağın mənası yoxdur. Bura 0 oldu. Çıxaq 16 bərabərdir 0-a. Həll eləmək üçün 16-nı keçirdirəm digər tərəfə müsbət 16 olur. 2-yə böləndə 8 olur. 8 də nəyin kvadratıdır? 2 köklü 2-nin. x1, x2 bərabərdir plus minus 2 kök altı 2. Bu birinci hal. İndi ikinci hala baxaq. İkinci halda tutaq ki, indi c 0-a bərabər olsun. C bərabərdir 0. C mənfi 15 üstəgələk k-dır. 15-i digər tərəfə keçirdək. K bərabər olacaq müsbət 15-ə. İndi gətirək yerinə qoyaq tənlikdə. 2x kvadratı çıxaq 15 üstəgələk 1x çıxaq 15 üstəgələk 15 bərabərdir 0. Bu isə 0-a bərabər olacaq. 2x kvadratı çıxaq 16x bərabərdir 0 olur. Hər biri baxıram ki, 2x-ə bölünür. Bölə 2x-ə. Qalacaq x çıxaq 8 bərabərdir 0. Hər birini 0-a bərabər eləyirəm. 2x bərabərdir 0. Buradan da 2-yə böləndə 0 alınır. Və x çıxaq 8 bərabərdir 0. Onda 8-i də əks tərəfə keçiririk. Müsbət 8. 2 dənə kök alındı. x1, x2. Yedinci çalışmanı da həll elədik. İndi isə keçək 8-ci çalışmamıza.
8-ci çalışmaya baxaq. X kvadratı üstə gələk C bərabərdir 0 şəklində elə tənlik yazın ki, A bəndində 2 müxtəlif kökü olsun. Baxıram A bəndinə. X kvadratı çıxaq yazıram 16 bərabərdir 0. C-nin yerinə 16 yazdım. Bax bu tənlikdə C-nin yerinə 16 yazdım. Olur x kvadratı bərabərdir 16-ya. 16 da nəyin kvadratıdır? 4-ün. Bir də mənfi 4-ün 2 dənə həlli olmuş oldu. Bu birinci həll, bu da ikinci həll. B bəndində deyir, 2 bərabər kökü olsun. Yaxşı, onda C-ni 0 götürərəm. X kvadratı üstə gələk 0 bərabərdir 0-a. X kvadratı bərabərdir 0 olacaq. 0 ancaq 0-ın kvadratı ola bilər. Burada C-ni nə götürdüm? Mənfi 16 A bəndində. B bəndində C-ni götürdüm 0. C bəndinə baxıram. C bəndində isə deyir ki, həqiqi kökü olmasın. Həqiqi kökü olmaması üçün o bayaq qabağımıza çıxmışdı, elə bir şey yazaq. X C olsun, tutaq ki, müsbət 4 olsun. X kvadratı üstə gələk 4 bərabərdir 0 tənliyi alınır. Və 4-ü keçirəndə əks tərəfə x kvadratı mənfi 4 olur. Bunun da həqiqi kökü yoxdur. Bu da 8-ci çalışmamızın izahı. İndi isə keçək 9-a. Keçdik 9-cu çalışmamıza. Göstərin ki, x kvadratı bərabərdir 4 və modul x bərabər 2 tənliyin kökləri eynidir. İndi başlayaq. X kvadratı bərabərdir 4. İndi uşaqlar, kvadratdan azad eləmək üçün hər tərəfi kökə salıram. X kvadratı bərabərdir kök altında 4. İndi yadınızdadırsa, bu dərsi izah eləyəndə mən video dərslərində demişdim ki, kvadratla kök ixtisar gedirsə, cüt dərəcədən ixtisar gedirsə, mütləq nə saxlamaq lazımdır? Modul saxlamaq lazımdır. Davam eləyirəm. Burada x yox, modulda x saxlamaq lazımdır. Bir daha təkrar edirəm. Cüt dərəcədən kökün dərəcəsi ilə qüvvətin dərəcəsi ixtisar gedirsə, mütləq kök altı ifadəni modulda saxlayırsınız. Burada da artıq bilirəm ki, 4 2-nin kvadratı buradan 2 çıxır. Gördünüz, bu tənliyin həlli gəldi, bax bu tənliyə çıxdı. Gördünüzmü? Lap istəsəz həll eləyək. Buradan da başlayaq. Modulda x-dən 2 çıxıbsa, x hansı ədədlər ola bilər? Ola bilər 2, ola bilər mənfi 2. Ola bilər 2, ola bilər mənfi 2. İndi bu birisi tənliyə baxaq. Əslində buradan görürük o tənliyə çevrildiyini. Bax elə buradanca bu addımda artıq çevrilib. Yenə də əgər əmin deyilsinizsə, bu birisi tənliyi də həll edeyim, sizə göstərim. Modulda x-dən 2 çıxıbsa, x nə ola bilər? 2, bir də mənfi 2. Bu da 9-cu çalışmamızın həlli. Kökləri eyni oldu. İndi keçək 10-a. 10-cu sualda tənlikləri həll etməliyik. Birincidən başlayaq. A bəndi. X kvadratı çıxaq 1 bölək 3 üstə gələk x kvadratı üstə gələk 1 bölək 2 bərabərdir 3,5. İndi bu tip misallarda nə edirik? Baxıram ki, məxrəcdə 3 var, 2 var. Bunlar bizə mane olur. Öncə onları yox eləyək. Bunun üçün tənliyin hər bir həddini 6-ya vuracağım. Bunlar yox olsun. Başlayaq vuraq uşaqlar. Hər bir həddini 6-ya vururam. Bunu da 6-ya vururam. Bir də təzədən köçürtməmək üçün. Siz misal yazandan sonra ayrıca yazarsınız bunu. Bunu da 6-ya vururam. Bərabərdir. Davam edək. 6 ilə 3 ixtisar gedəcək. Bax buradaca. Qalır 2. 2-ni surətdəki hədlərin hər birinə vuracağım. 6 ilə 2 ixtisar gedir. Burada qalır 3. 3-ü yenə surətdəki əhədlərin hər birinə vuracaq. Olacaq 2x kvadratı çıxaq 2.
Üstəgələk 3x kvadratı üstəgələk 3 bərabərdir. Alt dəfə 5, 30, 0 yazdıq. 3 yadda. Alt dəfə 3, 18, 3 də yadda 21. Həll eləyək. 2x kvadratı üstünə 3x kvadratı gələndə 5x kvadratı alındı. 3'dən 2'sini çıxanda 1 alındı. 21'i də bu tərəfə keçirdim. Mənfi 21 yazdım. 5x kvadratı oldu. Çıxaq 20 bərabərdir 0'a. Həll eləmək üçün 5x kvadratı bərabərdir 20 yazıram. Hər tərəfi 5'e bölsəm x kvadratı 4 olur. 4 də nəyin köküdür? Plus minus 2'nin. Plus minus 2'nin köküdür. İndi keçək B variantına. X kvadratı çıxaq 1 bölək 2. Üstə gələk x kvadratı üstə gələk 5 bölək 6 bərabərdir 2'də 1. İndi uşaqlar baxıram. Elə 6'ya vursam 2'lərlə ixtisar gedəcək. Hər tərəfi vururam 6'ya. 6 vuraq. Burada da yeni 6 vuraq. Burada da yeni 6 vuraq. İndi hesablayaq. 6 ilə 2 ixtisar gedəcək, qalacaq 3. 3'ü də surətdəki hədlərə vururam. 6 ilə 6 ixtisar gedir, heç nə qalmır, eləcə surəti götürəcəm. 6 da 2'yə bölünəndə burada 3 qalır. 3'ü surətə vuracam. Vurub açıram. 3x kvadratı. 3'ü 1'ə vuranda 3. Üstə gələk burada heç nə dəyişmədi, olduğu kimi saxlayıram. Bərabərdir 3'ü 1'ə vuranda 3. Həll eləyək. 3x kvadratın üstünə x kvadrat gələndə 4x kvadrat elədi. Üstə gələk 5'dən 3'ün çıxanda 2 bərabərdir 3'ə. Həll edərkən 2'ni keçirdirəm 3'ün yanına çıxıram. 4x kvadratı bərabərdir 3'dən, bu 2'dir, 1 yazmışam. Cavabı yazıram birbaşa. 3'dən 2'sini çıxanda 1. Bunu həll eləmək üçün hər tərəfi 4'ə bölməliyəm. Oldu 4'də 1. 4'də 1 də nəyin kvadratı uşaqlar? Plus minus 2'də 1'in kvadratıdır. Yəni bu müsbət 2'də 1'in, bir də mənfi 2'də 1'in kvadratı deməkdir. İndi keçək C ilə D-nin izahına. C bəndinə baxırıq. C bəndində x kvadratı üstə gələk 2x bərabərdir. Surətdə 2x kvadratı üstə gələk 9x bölək 6 verilib. İndi uşaqlar, bunun da məxrəcinə bir atıb çarpaz vururam. 6'nı x kvadratına vuranda 6x kvadratı, 6'nı 2x'ə vuranda 12x bərabərdir. 1'i 2x kvadratına vuranda 2x kvadratı, 1'i 9'a vuranda 9x. Keçirəm sol tərəfə. 6x kvadratı üstə gələk 12x çıxaq 2x kvadratı çıxaq 9x bərabərdir. Artıq sağda heç nə qalmadı, 0. 6x kvadratının yanına 2x kvadratını çıxanda 4x kvadratı. 12x'dən 9x'in çıxanda 3x bərabərdir 0'a. Hər biri x'ə bölünür. X'i mötərizə xaricinə çıxarsam 4x qalacaq. X'ə bölsəm 3 bərabərdir 0. İndi uşaqlar, hasil 0'a bərabərdirsə vurğulardan hər birini ayıraq da 0'a bərabər eləyirik. X bərabərdir 0'a və 4x bərabər 4x üstə gələk 3 bərabərdir 0'a. Bu tənliyi həll eləmək üçün də 3'ü əks tərəfə keçirəcəm. Mənfi 3, 4'ə də böləcəm. Mənfi 4'də 3 eləyəcək həlli. Sadəcə yerim az olduğuna görə birbaşa həll elədim. 3'ü keçirdim bu tərəfə. Mənfi 3, 4'ə də böləndə mənfi 3 bölək 4. Tənliyin 2 dənə kökü oldu. D bəndinə baxaq. Belə bir ifadə verilib. X çıxaq 1 bölək 3 vuraq. X plus 1 bölək 3, bu kvadratlar fərqi düsturudur. Bərabərdir 9'da 8'ə. Açarkən x kvadratı çıxaq 3'də 1'in kvadratı 9'da 1 eləyəcək. Bərabərdir 9'da 8'ə. Kvadratlar fərqi idi. Həll edərkən 9'da 1'i keçirdirəm digər tərəfə. 9'da 8 plus 9'da 1. O da bizə verir 9'da 9, yəni 1.
Bir də nəyin kvadratdır? Bax, bu hissənin cavabı 9-da 9 verir, o da 1 deməkdir. Mənfi 1-in və müsbət 1-in kvadratıdır. 2 dənə kökü alındı. 10-cu çalışmanın da bütün bəndlərini həll etdik göstərdiyimizə görə, indi keçək 11-ci çalışmamıza. 11-ci sualda kvadratdan eni 2 sm olan zolaq kəsdilər. Eni 2 sm olan zolaq kəsdilər. Kəsilmiş zolağın sahəsinin qalan sahədən 2 dəfə az olduğunu bilərək kvadratın tərəfini tapın. Tutaq ki, kvadratın tərəfi A-dır. Bu tərəfdə A olacaq. A-dan 2 sm çıxıblarsa, bax, burada qalır A çıxaq 2. Bu hissədə, yerdə qalan A çıxaq 2 olur. İndi kvadratın sahəsinə baxaq. Yerdə qalan kvadratın, daha doğrusu düzbucaqlının sahəsini tapmaq üçün enini uzunluğuna vurmalıyıq. Burada 2 dənə artıq düzbucaqlı alınır. Biri göy rəngli, biri qırmızı rəngli. Göy rəngli düzbucaqlının sahəsini tapanda A çıxaq 2-ni A-ya vururam. A vuraq, A çıxaq 2. Qırmızı rəngli düzbucaqlının sahəsini tapmaq üçün eninin uzunluğuna vururam. 2 vuraq A. İndi bizə deyir ki, kəsilmiş zolağın, yəni bu qırmızı zolağın sahəsi qalan sahədən 2 dəfə az olduğunu bilərək. Onda qırmızı fiqurun sahəsini qayıdıb 2-yə vursaq, böyük fiqurun sahəsinə bərabər olar. Böyük fiqur kiçik fiqurdan 2 dəfə çoxdur, kiçik də böyükdən 2 dəfə azdır. Həll edirəm. A kvadratı çıxaq 2A bərabərdir 4A-ya. Həll eləsək, A kvadratı çıxaq 2A çıxaq 4A bərabərdir 0-a. A kvadratı çıxaq 6A bərabərdir 0-a. A-nın mötərizə xaricinə çıxartsaq, A-ya bölürük. A çıxaq 6 qalır, bərabərdir 0. Hasil 0-a bərabərdirsə, hər birini 0-a bərabər eləyirəm kökləri. A çıxaq 6 bərabərdir 0, A da bərabərdir 6. Aydın məsələdir ki, kvadratın tərəfi 0 ola bilməz. 0 kənar kökdür. Biz nəyi götürəcəyik? Müsbət 6-nı. Kvadratın tərəfi olacaq 6 sm. İndi uşaqlar, keçək 12-ci çalışmamıza. Bu 11 idi. 12-ci çalışmamızda sual belədir. Birincisində hansı natural ədədin kvadratı həmin ədədin 3 mislinə bərabərdir? Natural ədədin hansı ədəd olduğunu bilmirəm. Natural ədədi götürürəm x. X-in kvadratı həmin ədədin 3 mislinə bərabərdir. Bərabərdir 3 mislinə. Misil hasil deməkdir. Keçirdirəm bu tərəfə. X kvadratı çıxaq 3x bərabərdir 0-a. İndi x-i mötərizə xaricinə çıxardıram. Hər ikisində var. X-ə bölünür. X-ə bölsək x çıxaq 3 bərabərdir 0 alınacaq. Köklərdən biri olacaq 0. Digəri də x çıxaq 3 bərabərdir 0. X də bərabərdir 3-ə. Deməli 0-ın və yaxud 3-ün kvadratı 3 mislinə bərabərdir. Amma bizdən necə ədəd soruşur? Natural ədəd soruşur. Ona görə 0-ı götürməyəcəyik. 0 kənar köklü, götürəcəyik 3-ü. Natural dediyinə görə. Tam desəydi 0-ı da götürərdik. Yəni cavab üstündən xətt çəkdim. Bərabər deyil 0-a. İndi uşaqlar, keçək ikinci bəndinə. Uzunluğu enindən 4 dəfə böyük olan düzbucaqlının sahəsi 100 cm-dir. Uzunluğu enindən 4 dəfə böyükdür. Uzunluğu eni. Uzunluğu enindən 4 dəfə böyükdür. Eni x olsun. Uzunluğu da 4 dəfə böyük 4x olacaq. Sahəsini də tapanda enin uzunluğuna vururuq. X vuraq 4x bərabərdir 100. 4x kvadratı bərabərdir 100-ə. X kvadratını tapanda 100-ü 4-ə böldük. X kvadratı bərabərdir 25-ə. Nəyin kvadratı 25 eləyər? 5-in, bir də mənfi 5-in. 5, bir də mənfi 5. Sadəcə uşaqlar, mənfini götürməyəcəyik. Çünki kvadratın tərəfi mənfi ola bilməz axı. Cavabımız olacaq müsbət 5. Tərəf mənfi ola bilməz. Sonra da bizdən soruşur ki,
Düzbucaqlının perimetrini tapın. Düzbucaqlının onda gəlin tərəflərini tapaq. 5-i 4-ə vurdum. Uzunluğu 20 olacaq. Perimetr də bərabər olacaq. Eninlə uzunluğu cəminin 2 misli. 20 plus 5. 25. 25'i 2'ye vuranda 50. Perimetrini də tapdıq ki 50 santimetrdir. İndi üçüncü bəndə baxaq. Üçüncü bənddə sahəsi 16 pi santimetr kvadratı olan dairənin sahəsini tapın. Dairənin sahəsi s bərabərdir pi r kvadratı düsturundan hesablanır. Pi r kvadratı. O da bərabərdir deyir 16 pi idi. İndi tənliyi həll eləyək. Pi r kvadratı bərabərdir 16 pi. Hər tərəfi pi'yə bölsək, r kvadratı bərabər olacaq 16'ya. Pi'lər gedəcək. 16 da nəyin kvadratıdır? 4'ün, bir də mənfi 4'ün. Sadəcə radius mənfi olmaz deyə müsbət 4'ü götürdük. Bu da 12-ci sual idi. İndi keçək 13'ə. Sual belədir. Bağban tərəfi 7 sm olan kvadrat şəkilli güllüyü eyni sahəli dairə şəklinə gətirmək istəyir. Yəni əvvəl kvadrat şəklində idi. İndi dairəyə çevirmək istəyir güllüyün formasını, güləkdiyi sahəni. Amma sahələr dəyişməsin. Bunun da sahəsi S olsun, bunun da sahəsi S olsun. Sahələr dəyişməyəcək. Eyni. Tutaq ki, bununki də 20, bununki də 20. İndi kvadratın tərəfi neçədir? 7'dir. 7'dir. Kvadratın sahəsini necə tapırdıq? S kvadrat bərabərdir A kvadratı ilə. A da 7'yə bərabərdir. Gətirək yerinə qoyaq. S bərabər olacaq 7'nin kvadratı 49'a. İndi kvadratın sahəsi dairənin sahəsinə bərabər olsun deyir. S kvadrat bərabərdir S dairə. Dairə də olacaq 49. Aha, yaxşı. Yeni sahənin radiusu təxminən neçə metr olmalıdır? Birinci. Yeni sahənin, yəni bax bu çevrənin radiusu nə qədər olmalıdır? R. Dairənin radius düsturu da nə idi? S, daha doğrusu dairənin sahəsi. S dairə bərabərdir pi vuraq r kvadratı düsturundan hesablanırdı. Pi r kvadratı bərabərdir 49. Elə sahəsi kvadratın sahəsinə bərabər olmalıdır. İndi buradan biz r kvadratını tapmaq üçün 49'u nə etməliyik? Pi'yə bölməliyik. Uşaqlar, istəsəz pi'nin yerinə qiymətində qoya bilərsiniz. Və yaxud pi'siz də hesablaya bilərsiniz. İndi pi'siz necə hesablayacaq? R bərabərdir. Kök altında 49 bölək pi yazıram. Buradan davam edəcəm uşaqlar. Burada yer yoxdur çünki. Bu hissədən davam edirəm. R bərabərdir. Surətdən 7 çıxır. Məxrəcdən kök çıxa bilmir, məxrəc eləcə pi qalır. Belə də saxlaya bilərsiniz. Və yaxud bunu təxminən hesablayıb 3,9 metrdə götürə bilərsiniz. Təxmini. Kalkulatorla hesablaya bilərsiniz. İndi bu 1 idi. 2'yə baxaq. İkincisində sahələri eyni olan kvadratın tərəfi A ilə dairənin radiusu R arasındakı asılılığı göstərin. Kvadratın sahəsi ilə dairənin sahəsi bir-birinə bərabərdirsə düsturları yazıram. Kvadratın sahəsi A kvadratıdır, dairənin sahəsi də pi R kvadratıdır. Bizə deyir ki, A ilə R arasında əlaqəni tapın. Tapmaq üçün hər birini kökə salıram. A kvadratı bərabərdir kök altında pi R kvadratı. Kvadratlar kökdən çıxacaq. Buradan A çıxır. Buradan isə R çıxır, amma pi kökün altında qalır. Bax, düsturumuz da olur belə. Asılılıq düsturunda yazdıq. İndi uşaqlar, keçək 14-cü çalışmamıza. Sual belədir. Cismin müəyyən hündürlükdən sərbəst düşdükdə, onun t saniyədən sonra yer səthindən olan məsafəsini metrlə.
H bərabərdir -4,9 t kvadrat bölü h0 düsturu ilə hesablamaq olar. Yəni uşaqlar, düsturumuz buradadır. Bax, görürsünüz. Bu düsturdan istifadə edirik. T burada saniyəni göstərir. Bu zaman havanın müqaviməti də nəzərə alınmır. Burada H0 başlanğıc hündürlüyü göstərir, T də saniyəni göstərir. Cisim yerə çatdıqda H0 olur. Şəkildə 60 metr hündürlükdən üfüqi istiqamətdə atılan cismin hərəkət trayektoriyası təsvir edilmişdir. Baxın, başlanğıc hündürlüyümüz neçədir? 60 metrdir. Cisimi atdılar. Saniyələr keçəndən sonra gəlib artıq yerə çatanda hündürlük 0-a bərabər olur. Bizə deyilir ki, təsvir edilmiştir. -4,9 t kvadratı plus h0-ın yerinə 60 qoyduq. Bərabər 0 tənliyini həll etməklə cismin neçə saniyədən sonra yerə çatdığını tapın. Gəlin indi tapaq uşaqlar. -4,9 t kvadratı. Gəlin bu şəkli biraz kiçildim. Sonra işləyək. Burada işləməyə sahə qalmır. İndi davam edə bilərik. Başlayaq buradan qeyd eləyək. -4,9 t kvadratı üstə gələk 60 bərabərdir 0. Öncə bu tənliyi həll eləməliyik. -4,9 t kvadratı bərabərdir olacaq 60-ı digər tərəfə keçirsək -60. T kvadratını tapmaq üçün -60-ı bölürəm -4,9-a. T kvadratı olur müsbət 60 bölək 4,9. Hər tərəfini 10-a vursaq bunu yaza bilərik 600 bölək 49 şəklində. Kökə salsaq t-ni tapmaq üçün 6-ını da 6 vuraq 100 yazaram bölək 49. 149-dan 7 çıxacaq. 100-dən də 10 çıxacaq, amma 6 kökün altında qalacaq. Təxmini belə hesablanır. Yenə kalkulyator vasitəsindən bunu biraz daha dəqiqləşdirmək olar. İndi baxaq görək bizdən nə soruşulur. Tənliyini həll etməklə cismin neçə saniyədən sonra yerə çatdığını tapın. Düstur belədir. Bu məsələnin bir müsbət, bir mənfi cavabı var. Fikri doğrudurmu? Əslində bəli, t-nin, t kvadratının bir müsbət, bir mənfi cavabı var. Çünki mənfinin də kvadratı, müsbətin də kvadratı buna bərabərdir. Sadəcə olaraq zaman mənfi ilə göstərilə bilməz. Ona görə ancaq müsbət kökünü qeyd edirik. Bu fikir yəni riyazi olaraq doğrudur. Sadəcə bu məsələdə yox. Sadəcə belə bir tənlik verilsəydi, bir mənfi, bir müsbət kökünü götürdük. Məsələ isə zamanla bağlı olduğuna görə biz gərək bu faktoru nəzərə alaq. Zaman mənfi ola bilməz. A bəndi 120, B bəndi 250 metr hündürlükdən üfüq istiqamətdə atılan cismin təxminən neçə saniyədən sonra yerə düşdüyünü araşdırın. İndi uşaqlar, gəlin A bəndini həll eləyək. A bəndində başlanğıc hündürlüyümüz olacaq 120. Yəni burada 60-ın yerinə 120 qoyacaq. -4,9 t kvadratı üstə gələk 120 bərabərdir 0. Olacaq -4,9 t kvadratı bərabərdir -120. T kvadratı bərabərdir -120 bölək -4,9. T kvadratı bərabərdir 120 bölək 4,9. Hər tərəfi 10-a vursaq 1200 bölək 49 alınır. Bunu kökə salsaq t bərabərdir kök altında 1200 bölək 49. 1200'ü yaza bilərik deməli. 400 vuraq 3 kimi. 400'dən 20 çıxacaq. 3 kökün altında qalacaq. Məxrəcdə isə 49'dan da 7 çıxacaq. Bunu kalkulyator vasitəsindən təxminən hesablaya bilərik. Bu da bizə təxmini 4,9 5 saniyə verir. Təxmini 5 saniyə. İndi B bəndinə baxaq. B bəndində 60'ın yerinə 250 qoyacağım. Eyni tənlikdir. -4,9 t kvadratı üstə gələk 250 bərabərdir 0. -4,9 t kvadratı bərabərdir -250'yə.
T kvadratı bərabərdir mənfi 250 bölək mənfi 4,9-a. T kvadratını da tapmaq üçün mənfi mənfi və onun önündə müsbət eləyir. 250 bölək 4,9. Hər tərəfi 10-a vurub vergüldən azad olaram. 2500 bölək 49. Kökə salsaq T bərabərdir 2500 bölək 49 surətdən çıxacaq 50-nin kvadratıdır. Məxrəcdən də çıxır 7. 50-ni də 7-yə böləndə 7 tam. Təxmini 7 tam çıxar da belə olur. 7 tam 7-də 1 saniyə. Düzgün olmayan kəsirdir. İstəsək bax bunu da uşaqlar kalkulatorla hesablaya bilərik. Bu da təxminən 3,5 saniyə götürə bilərik. Dəqiq yox, təxmini. Çünki ədədlər elə ədədlərdir ki, o tam dəqiqliklə kökdən çıxmır. Bir dənə bu axırıncının çıxmaq şərti ilə. Bu da 14-cü sual idi. Bunu da izahını verdik. Beləliklə, bu səhifədə olan sualların izahını tam verdik və dərsimizi yekunlaşdırdıq. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Gələn dərslərdə görüşmək ümidi ilə çalışın, aktiv olun ki, növbəti video dərslərimdə də sizlərin kitabından izahlar verim. Hansı sinifin izləyiciləri, şagirdləri daha çox aktiv olsa, növbəti videolarımda həmin dərslərə üstünlük verəcəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn dərslərdə görüşmək ümidi ilə.